Dikkat! 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bakı metropolitenində sıxlıq. Muğan TV xəbər verir ki, paytaxtda keçirilən bayram tədbirinə baxmayaraq, Bakı metropoliteni sərnişinlərin axını nəzərə almadan qatarların hərəkət cədvəlində heç bir dəyişiklik etməyib. Bu isə xüsusilə uşaqlı ailələr üçün ciddi narahatlığa səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə metropolitenda sıxlıq, sərnişinlərin platformalarda uzun müddət gözləməsi və qatarların dolu vəziyyətdə hərəkət etməsi açıq-aşkar görünür. Bir çox vətəndaşlar, o cümlədən uşaqlı ailələr tənginəfəs şəraitdə metrodan istifadə etməyə məcbur qalıb. Vətəndaşlar məhsul qurumlardan bu cür kütləvi tədbirlər zamanı əlavə qatarlar buraxmağı və hərəkət qrafikində dəyişiklik etməyi tələb edirlər. Əsəbləşməyin saatdə olun. Saatdə olun, baxın. Görün uşaqlar nə vəziyyətdədir, baxın. Müsabaqın fəaliyyəti bundan ibarətdir. İnsanlar da işte yarısı qaldı çöldə, insanlara deyilir ki, çıxın piyada gedin.